Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yessir li amri ve hlul ugdeten min lisani yefqahu qawli. Allahın salamı, bərəkəti və məğfirəti olsun pak əhl-i beytinə, siz dəyərli əhl-i beyt əleyhissalam aşiqlərinin üzərinə, sizləri və özümü Allahın təqvasına riayət etməyə dəvət eləyirəm inşallah. Allah təbarək və teala hər birimizi təqva əhlindən qərar versin. Dəyərli müsəlmanlar, dəyərli dostlar, bildiyimiz kimi artıq mübarək Ramazan ayının bir neçə gününü geridə qoymuşuq. Bu Ramazan ayının günləri hər birimiz üçün mübarək və Allahın bəyəndiyi əməllərlə keçən günlərdən qərar versin inşallah. Allah Teala tutduğunuz oruçları, etdiyiniz cəmi ibadət və itaətləri öz dərgah izzətində ali dərəcədə qəbul eləsin inşallah. Dəyərli müsəlmanlar, dəyərli dostlar, Həzrəti İmam Zeynul Abidin əleyhissalam bir dənə çox gözəl hədis buyurur. Buyurur ki, 3 əməl var ki, insanın həyatını məhv eləyər və 3 dənə əməl də var ki, insana nicat verər, insanı xilas eləyər, aqibətini xeyirli eləyər. İstəyirəm çox maraqlı, çox dəyərli hədisdir, çox əzəmətli hədisdir. İstəyirəm ki, bu hədisi həm Quran ayələri ilə, həm də ki, Əhl-i Beyt əleyhissalamın mütəhhər kəlamları ilə inşallah sizlərə ərz eləyək. Birinci, insanı məhv eləyən əməl o əməldir ki, Həzrət buyurur, insanın özünü bəyənməsi. Yəni, ona dini termindən desək, ücb deyirlər. İnsan nə qədər özünü bəyənsə, özünü, belə deyim, artıq tutsa, bu, İslam dinində məzəmmət olunan bir xislətdir ki, insan gərək bu şeylərə diqqət yetirər. Təkəbbürlə ücbün fərqi budur ki, təkəbbür kibirdən gəlir. Təkəbbürlü insan özünü hər kəsdən üstün tutur. Ücb budur ki, özünü bəyənir. Təkəbbür budur ki, hamıdan özünü üstün tutur. Deyir ki, məndən üstün adam yoxdur, məndən yoxdur. Bu barədə Allah təbarək və teala Nəcm surəsinin 32-ci ayəsində buyurur. Bismillahirrahmanirrahim. فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَى. Allah Teala bu ayədə buyurur ki, özünüzü təmizə çıxartmayın, özünüzü çox bəyənməyin, özünüzü çox öyməyin. O müttəqi olanı, Allahdan qorxub pis işlərdən çəkinəni daha yaxşı tanıyır. Allah Teala'nın qarşısında deyir, özünüzü təmizə çıxartmayın, özünüzü dartmayın. Allah təqvalı olanı da sizi də yaxşı görür, deyir. Bundan təmiz, bundan bariz bir ayə nə istəyir insan ki, özünü düzəltmək üçün? Təkəbbür, ücüb o qədər rəzil bir xislətdir ki, insanı ali hədəflərə çatmağa qoymaz. İnsanı şeytanlaşdırar. Allah Teala Quran-ı Kərimdə bir ayədə ki buyurur, Minəl cinnəti və nəs. Allah Teala buyurur ki, o şeytanlar bəzən elə insanların özündən olur, bəzən də elə cinlərin tayfasından olur. Gərək insan özünü şeytana bənzətməyə, şeytanın xislətlərini özünə mənimsəməyə. Belə olduğu təqdirdə insan ali hədəflərə heç zaman çatmaz. Gərək insan həmişə təvazükarlıqla rəftar eləyə. Bu barədə Həzrəti İmam Sadiq əleyhissalam buyurur ki, İblis lənətlik belə dedi. Adəm övladına 3 şeydə qalib gəlsəm, onları bu 3 əməldə yenə bilsəm, onların da gerdə qalan əməlləri məndən ötürü fərq eləmir. Birinci əməl budur ki, bir insan özünün elədiyini çox hesab eləsə, o mənim ovcumdadır. Bəzən görürsən, yola bir dənə daş düşübdür, onu götürdü, qırağa qoydu. Ay, mən bu daşı götürməsəm, cəmaət qırılardı. Nə bilim, mən bu daşı buradan qaldırmasam, dünya həlak olardı. Ay, qardaş, bir dənə daşı da götürdün, qırağa qoydun. İnsan nə qədər ki, özünün elədiyini artıq tutdu, elədiyinin ona heç bir faydası yoxdur. İnsan nə qədər özünün elədiyini kiçik saydı,
Dedi, mən bunu eləmişəm, az eləmişəm, nə eləmişəm ki? Bundan da artığını eləyə bilərəm. Bu Allahın bəyəndiyi bir xislətdir. Allahın sevdiyi bir xislətdir ki, insanda ola insan nə qədər yaxşılıq eləsə də ki, mən az eləmişəm, qardaş. Bundan da çoxunu eləyə bilərəm. Allah bu cür nə insanları sevir, bu cür nə insanları bəyənir. İkinci şeytan deyir ki, mən əgər bu əməldə insanı yenə bilsəm ovucumdadır, günahını deyir, unutsa. İnsan gərək elədiyi günahı unutmaya. Hər daim o günaha görə tövbə eləyə Allahdan. Bilmir yaxı Allah bizi bağışlayıb ya bağışlamayıb. Nəyin arxençiliyidir? Bir gün Həzrət Əli əleyhissalama dedilər ki, ya Əli, sən niyə bu qədər ibadət eləyirsən? Gecən gündüzün yoxdur. Gecələri gecə namazı qılırsan saatlarla, gündüzləri oruç tutursan, oruçda gedirsən günün qızmarında, gedirsən çöldə, səhrada, orada, burada küçə-küçə gəzirsən ki, görüm kimə bir faydam toxunar, kimə köməklik eləyə bilərəm. Həzrət Əli çox gözəl bir şey deyir orada. Deyir, kim mənə onun qarantiyasını verib? Kim mənə %100 deyibdi ki, Allah məni bağışlayıb və mən cənnətində otururam? Təbii ki, onlar cənnətli idi. Allah Teala öz Qurani Kərimdə deyir ki, mən əhl-i beyti pak-pakizə qərar vermişəm. Paklamışam, yəni onlar günahdan uzaqdılar. Yəni onlar cənnət əhlindəndirlər. Amma Həzrət Əli əslində bu sözünlə bizlərə çatdırır ki, heç vaxt öz əməlinə arxayın olma və heç vaxt demə ki, Allah məni bağışlayıb. Hər daim tövbən dilində olsun. Hər daim tövbən dilində olsun. Günahını bəzən mən Allah haqqı bəzən cəmiyyətdə görürəm, şahidi oluram, bəzi insanlar elə bir böyük günah işlər görür. Çəkirsən bir kənarda başa salırsan, deyirsən, ay mənim ürəyim, ay mənim əzizim, qardaşım, gözümün işığı. Bu elədiyin əməl, dini açıdan baxsaq, dini tərəfdən baxsaq, ən böyük günahdır. İnsani tərəfdən də baxsaq, heç insana yaraşmayan bir əməldir. Deyir, mən nə qarmışam ki, cəmaatla mən nə qarır? Qardaş, bu cür nə həyat olmaz, bu cür nə Allahın rızayəti ilə insan yaşaya bilməz. Gərək insan fikir verə özünə, əməlinə, rəftarına, hər şeyinə fikir verə. Deyir, ikinci əməl ki, mən insanı bu şeydə utsam, o öz günahını unutmağıdır. İnsan gərək öz günahını unutmaya, hər daim ağlında ola və o elədiyi günaha görə xəcalət çəkə. Bəzi adamlar da var, bu da ən faciəsidir. Ən faciəvi bir əməldir bu. Bəzi adamlar da var, keçmişdə başından yekə qələtlər eləyib, günahlar eləyib. Onu da ağzı kövüklənə, sevinə danışır ki, filan vaxtda mən belə eləmişdim. Filan vaxtı bu işi görmüşdüm, filan vaxtı bunu eləmişdim. Hədis var, deyir, hər kim elədiyi günaha xəcalət çəkməsə, elədiyi günahı danışanda, yadına salanda, sevinə danışsa, o günahı təkrar eləmiş qədər günah qazanar. Ona görə insan gərək günahlarını ağlından çıxartmaya, hər daim tövbə halında ola ki, Allah onun o günahlarını bağışlaya. Üçüncü də şeytan deyir ki, əgər bu əməldə mən onu insanlara, Adəm övladına qalib gəlsəm mənim ovucumdadır, deyir, özünü bəyənməkdir. Ücüb çox önəmlidir. Bəyəxlərim ki, dedik, birinci insanı məhv eləyən əməli o əməldir ki, insan özünü bəyənə. Deyir, əgər bir insan yaşayışında özünü bəyənə, özündən razı hərəkət eləyə, bundan yoxdur, bu cürünə özünü darta hərəkət eləyə, deyir, o mənim ovucumdadır. Çünki bu şeytanın xislətidir. Allah Teala Qurani Kərimdə şeytan və Adəm əleyhissalamın əhvalatından danışanda deyir, şeytana sual verdik. Nə səbəb oldu sən Adəmə səzdə eləmədin? Şeytan deyir ki, deyir, xələqtəni min nar. Deyir, sən məni oddan yaradıbsan. Xələqtəhu min tin deyir. Sən onu o palçıqdan, gildən yaradıbsan. Mən ondan üstünəm deyir. Allahın qarşısında gör, at oynadır. Özünü üstün tutur və o üstün tutmağı səbəb oldu, o təkəbbürü, itaətsizliyi səbəb oldu ki, Allah onu öz dərgahından qovaladı. Dedi, indi get görüm sənə kim nicat verəcək? Kim sənə qurtuluş verəcək? O səbəb oldu ki, 6000 il Allaha ibadət edən bir varlıq Allahın huzurundan qovalana. İkinci,
insanı məhv eləyən əməl xəsislikdir, simiclikdir. Bu əməl heç bəyənilməyən bir əməldir. Heç bəyənilməyən, istisnası yoxdur bu əməlin. Gərək insan əlindəkinin, belə deyim, qədrini bilə, nə cür qədrini bilə, tutub ovcunun içində saxlamaya. İnsan əlindəki olan neymətlərin, fürsətlərin qədrini bilsə, bu cür nə rəftar eləyər? Lazım olan yerdə xərcləyər. Lazım olan yerlərə məsrəf eləyər. Lazımsız yerlərə xərcləməz. Yəni, israfçılıq eləməz. Simiclik, xəsislik çox məzəmmət olunur. Allah Teala Quran-ı Kərimdə də Nisa surəsinin 37-ci ayəsində buyurur, o kəslər ki, özləri xəsislik edir. İnsanlara da deyir ki, niyə bu boyda pulunu xarışdırsan? Onun ehtiyacı var, geçsin, qazansın da. Bəzi insanlar var, qardaş, qazana bilmir. Sihətində problem var. Nəsə bir həyatda bir problemi var, qazana bilmir, əldə eləyə bilmir və yaxud da ki, dəfələrlə gedir, cəhd göstərir, qazana bilmir. Nə olar ki, gərək o özünün suyunu tökə gələ sənin qapına, səndən nəsə də istəyəmi? Gərək onun ehtiyacını sən əlindəki fürsət biləsən. Bir hədis var, deyir, bir adam sənin qapına üz tutur gəlirsə də, onu Allahın sənin qapına göndərdiyi bir fürsət kimi görəsən. Gərək həmin o insanı boş qaytarmayasan. Ona acı söz söyləyib, onun qəlbini qır, onun ahını al, elə göndər qapıdan. Bu insan müvəffəq olarmı? Deyir, o kəslər ki, özləri xəsislik edir, insanlara da xəsislik etməyi əmr edir. Və Allahın öz lütfündən onlara verdiyini gizlədir. Allah lütf eləyib, buna o qədər imkanat verib, o qədər fürsətlər verib, amma xəsislik eləyir, onu gizlədir. Ondan gəlib kimsə nəsə bir şey istəyəndə deyir, yoxdur, mənim özümün elə şeylərə ehtiyacım var, mən də istəyirəm verən olsa. Və Allah sənə bunu veribdir. Allah bunu veribdir ki, sən insanlara öz ehtiyacını qarşılayasan və artığını da ehtiyac sahiblərinə verəsən. Qapına gəlib səndən nəsə də istəyəndə, sən bunu gizlədəsən, Allahın qəzəbinə gələrsən də, Allah insanı həlak eləyər. Və bu barədə Həzrəti Əmir əl-Möminin əleyhissalam buyurur ki, xəsislik bütün eyibləri özündə cəm edən bir sifətdir. Bütün nöqsanlar, bütün eyiblər xəsis adamda cəm olub, qardaş. Baxsan, onda bir dənə sağlam xüsusiyyət tapanmazsan. O adam ki, simicdir, o adam ki, xəsisdir. Onda xeyirli bir əməl tapmaq mümkün deyil. Allahın bəyəndiyi sifət, Allahın sevdiyi bəndələrində görmək istədiyi sifət, xüsusiyyət, əli açıqlılıq, səxavətli olmaqdır. Allah bizlərə bəzən o qədər neymətlər verir. Biz onun qədrini, qiymətini bilmirik. O qədər xəsislik, o qədər simiclik eləyirik, bir baxırıq ki, nə özümüzün əlimizdə qalıb, nə bir cəmaata fayda vermişik. Bir baxırsan 50, 60, 70 yaşa gəlmişik, amma bir qarışqanın ağzına bir dənədən tullamamışıq. Bir nəfərə bir faydamız olmayıb. Bir tikanı bir yoldan götürüb qırağa qoymamışıq. Boş yaşamışıq. Və İmam Rıza əleyhissalam buyurur ki, bu barədə Əl-bəxilu bə'idu minəllah. Deyir, xəsis insan Allahdan uzaqdır. Bə'idu minən cənnə, bə'idu minən nas. Deyir, paxıl insan Allahdan da uzaqdır, cənnətdən də uzaqdır, insanlardan da uzaqdır. Və qaribun minən nar. Deyir, cəhənnəmə, oda, alova yaxındır. O insanlar ki, xəsisdilər. O insanlar ki, simicdilər. Üçüncü, insanı həlakətə uğradan əməl, insanın özünün nəfsi istəklərinə uymasıdır. İnsan nəfsani istəklərinə əgər ləbbeyk dedi, nəfsani istəklərini tətmin eləmək üçün getdi, müəyyən işləri gördü, həlak oldu. Həzrət Rəsulullahdan çox əzəmətli, çox mötəbər hədislər var ki, deyir, Rəcəb ayının əvvəl günündən, hətta indi bəzi hədisdə elə Ramazan ayından söhbət gedir. Bu müqəddəs 3 aylar ki var, bu 3 aylarda Allah Teala şeytanları zəncirləyər
ki bu ayda bəndələri azdırmasın. Əgər bu ayda bir bəndə yolunu azırsa, Allaha itaətsizlik elirsə, əgər Allahın rizayətindən kənar hərəkət elirsə də, deyir, o onun özünün daxilindəki olan düşməni olan nəfsi əmmarədəndir. İnsanın özünün nəfsinə uymağındandır. Şeytan ona müdaxilə eləmir. Çünki Allahın rəhmət yağışı o qədər çox yağır ki, bu ayda şeytan, sanki insan görürsünüzmü, bəzən leysan yağış yağar, başına çətiri tutarsan, deyir, şeytanın misalı da o cür nədir? Allah bu ayda o qədər rəhmət yağışı yağdırır bəndələrinin üzərinə, şeytan başına sanki bir dənə çətir tutur, qaçır, deyir, mən hara qaçım bu yağışın əlindən, özümü hara verim, mən özünün hayında qalır, başa düşürsən? Deyir ki, insanlara zaten mən bir şey eləyə bilmərəm. Çünki Allahın lütfu o qədər böyükdür. Amma bu ayda insan əgər nəfsi istəklərinə uysa, şeytanın ondan bir müdaxiləsi yoxdur. Özü öz nəfsi əmmarəsinə uyub yolunu azıbdır. Ona görə insanı həlak eləyən üçüncü əməl bu əməldir ki, insanın özünün nəfsi istəklərinə uymasıdır. İnsanın 3 dənə nəfsi var. 3 dənə nəfsi var. Birincisi nəfsi əmmarədir. Bu şeytani nəfsdir. İnsanı pis yola dəvət eləyən, pis şeylərə, pis əməllərə dəvət eləyən nəfsdir. İkinci nəfsi nəfs-i ləvvamədir. Sanki içərisində daşıdığı bir peyğəmbərdir. İnsanı xəta elədiyi zaman, günah elədiyi zaman içərisində danlayır. Ona biz vicdan deyirik. Nəfsi, o nəfs-i ləvvaməsi içində onu danlayır, sən bu işi niyə gördün? Üçüncüsü isə nəfs-i mütməinnədir. Bu nəfs ali kişilərin, o böyük kişilərin nəfsidir ki, onlar Allahın zikri ilə rahatlıq tapırlar. Allahın adından, Allahın zikri gələndə bunların qəlbləri aramlıq tapır. O eşqlə yaşayırlar. Bunlar üçün şeytan nədir? Nəfs-i əmmarə nədir? Bunlar yuxarıdan aşağı elə bil 100-cü mərtəbədən aşağı bir bu nədir deyir yəni? Nəfs nədir? Şeytan nədir? Bunlar o qədər böyüyüblər bu kişilər. O qədər böyüyüblər ki, nəfsdir, şeytandır bunlar üçün heç nədir. Bunlar Allahın zikrinlə qəlbləri aramlıq tapır. O ləzzətlə, o keyflə yaşayırlar. Allah Teala Sad surəsinin 26-cı ayəsində Həzrəti Davud Peyğəmbərə xitab edərək belə buyurur. Buyurur ki, ey Davud, biz səni yer üzündə xəlifə etdik. İnsanlar arasında ədalətlə hökm et və nəfsin istəyinə tabi olma. Yoxsa o səni Allahın yolundan azdırar. Əgər nəfsi istəklərinə uysan, nəfsi istəklərin səni Allahın yolundan azdırar. Əslində Allahın Peyğəmbəri də ona ha demir, bizə deyir. Allahın Peyğəmbəridir. Ona xitabən bizə deyir. Həzrət Rəsulullah buyurur ki, sənin ən azğın düşmənin iki yanında əyləşən öz nəfsindir. Sağında, solunda əyləşən, oturan, duran öz nəfsindir. Ən böyük düşmən. Bəs dedik ki, 3 əməl insana nicat verər, 3 əməl insanı həlak eləyər. Bu həlak eləyən əməlləri sizlərə ərz elədik, məhv eləyən əməlləri, insanın həyatını puç eləyən əməlləri sizlərə ərz elədik. Dedik ki, birincisi insanın özünü bəyənməsidir, ikincisi xəsislikdir, üçüncüsü isə nəfsinə uymaqdır. Bəs insanlara nicat verən, onların həyatını xilas eləyən, Allahın razılığını qazandıran əməllər hansılardır? Bunu çalışıb elə qısa sizlərə ərz eləyəcəm. Birinci əməl budur ki, insana nicat verən, gizlində də, aşkarda da Allahdan qorxar, günah eləməz. Buna təqva deyirlər. Əgər bir insan təqvalı olsa, Allahdan qorxaraq, günahdan uzaq dursa, o nicat tapar. İkinci insana nicat verən əməl bu əməldir ki, kasıblıqda da, əlinə imkan keçəndə də ədalətli olasan, insaflı olasan. Bu barədə Həzrəti Əmir əl-Möminin əleyhissalam buyurur ki, orta yol tutan, iqtisad edən kəs heç vaxt yoxsul və möhtac olmaz. Allah Teala onu kiməsə də möhtac eləməz. O insan ki, əlindəkinin dedik ki, qədrini, qiymətini bilir. Lazım olan yerlərdə xərcləyir,
lazımsız yerlərə çarçur eləmir. Lazımsız yerlərə pulunu səpmir. Üçüncü də insana nicat verən əməl bu əməldir ki, xilas eləyən əməl bu əməldir ki, qəzəbli və sevincli vaxtda ədalətli danışa. Bəzən olur bir məclisə gedirsən, o məclisdə sənin xoşuna gələn adamlar da var, xoşuna gəlməyən adamlar da var. Gedib indi sən xoşuna gəlməyən adamlara ədalətsizlik eləyəsən, xoşuna gələn adamlara daha çox üstünlük verəsən, bu cür nə rəftar təqvadan deyil, nə də Allahın xoşuna gələn deyil. Deyir, baxmayaraq ki, sənin xoşuna gəlmir, yaxınlaşma, amma ona da ədalətsizlik eləmə, onun haqqını alma. Allah bunu istəyir. Bəzən olur, insan birini çox sevdiyinə görə çox tərifləyir, amma o tərifə layiq deyil. Bir nəfərdir da, bir yaxınıdır, bir dostudur, həqiqətdə pis əməl sahibidir. İnsana fayda verəsi bir adam deyil. İnsana dərdinə dəyəsi bir adam deyil. Amma bunu sevdiyinə görə başlayır bunu tərifləyir. Bunda olmayan şeyləri danışır, bu belədir, bu belədir. Deyir, bu cürünə olmasın. Nə də bir nəfəri sən sevmirsən deyə, onda olan gözəl xüsusiyyətləri, gözəl əməlləri sən inkar eləməməlisən. Allah bizlərə bunu öyrədir. İmam Əli əleyhissalam bu barədə buyurur, bunu da deyim, sözümü tamamlayıram. Həm sevincli, razılıq, həm də qəzəbli anında ədalətli olan kəs həqiqi mömindir. Dedik ki, Həzrəti İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, 3 əməl var ki, insanın həyatını məhv eləyər və 3 dənə əməl var ki, insana nicat verər, insanın həyatını xilas eləyər. Birinci, insanın həyatını məhv eləyən əməl insanın özünü bəyənməsidir. İkinci, insanı məhv eləyən əməl xəsislikdir. Üçüncü, insanı məhv eləyən əməl nəfsi istəklərinə uymaqdır. Və insana nicat verən əməllər də bu əməllərdir ki, dedik birinci, gizli və aşkarda Allahdan qorxmaq, günah eləməmək. Gizlində də, aşkarda da günahdan uzaq olmaq. İkinci, insana nicat verən əməl bu əməldir ki, kasıblıqda da və var dövlət vaxtında da orta yolu tutasan, israfçılığa yol verməyəsən, əlindəkinin qədrini biləsən, lazım olan yerlərdə, lazım olmayan yerlərdə onu neyniyəsən, diqqətli olasan, lazım olan yerlərə xərcləyəsən, lazımsız yerlərdə israfçılıq eləməyəsən. Üçüncü də insana nicat verən əməl dedik, qəzəbli və sevincli vaxtda ədalətli olmaqdır, ədalətli danışmaqdır. Da mən birini sevirəm, onda olan bütün pis əməllərin üstünə pərdə çəkim, onda olmayan şeyləri danışım, tərifliyim. Birini də sevmirəm, birindən də acığım gəlir, onu götürüm yerin dibinə soxum. Onda olan bütün xüsusiyyətləri, gözəl əməlləri hamısını yerlə bir eləyim. Bu cürünə olmasın. Deyir ki, üçüncü insana nicat verən əməl, qəzəbli və sevincli olduğun vaxt ədalətə riayət eləyəsən, ədalətli davranasan. Allah aqibətimizi xeyirli eləsin. Allah dünya və axirətdə bizləri Quran və Əhl-i Beytdən ayrı salmasın inşallah. Allah hər birinizdən razı olsun. Əhl-i Beytin mütəhhər ruhuna salavat zikr eləyək.